Təsəvvür edin, səhər evdən çıxırsınız və havanın temperaturu -50 dərəcədir. Nəfəs aldıqca kirpikləriniz buz bağlayır, telefonunuz bir neçə dəqiqə ərzində sönür, avtomobilinizi söndürdükdən sonra isə onu yenidən işə salmaq mümkün olmaya bilər. Bunlar hansısa filmdən səhnə deyil. Dünyada insanların hər gün belə sərt hava şəraitində yaşadığı məntəqələr var. Bu videoda insanların daima yaşadığı dünyanın ən soyuq 5 yerinə nəzər salacağıq. Siyahımıza Alyaskanın ən şimal yaşayış məntəqəsi olan Utqiagvikdən başlayırıq. Burada qış yalnız soyuq deyil, həm də uzun müddətli qaranlıq deməkdir. Utqiagvikdə qış aylarında günəş təxminən 67 gün ərzində üfüqdən yuxarı qalxmır. Yanvar ayında gecə temperaturunun orta göstəricisi təxminən -29 dərəcəyə düşür. Şəhərə ABŞ-nın digər bölgələrindən avtomobil yolu da yoxdur və əsas nəqliyyat vasitəsi təyyarədir. Buna baxmayaraq, burada minlərlə insan yaşayır, işləyir, məktəbə gedir və nəsillərdir davam edən yerli həyat tərzini qoruyur. Longyearbyen şimal qütbünə ən yaxın şəhər tipli yaşayış məntəqələrindən biridir. Qışda temperatur -30 dərəcəyə qədər düşə bilir. Lakin buradakı ən maraqlı hadisə qütb gecəsidir. Təxminən noyabrın ortalarından yanvarın sonuna qədər günəş ümumiyyətlə doğmur. İnsanlar gündüz saatlarında belə küçələrdə fənərlə hərəkət edir. Aylarla davam edən qaranlığa, güclü küləyə və şaxtaya baxmayaraq, Longyearbyndə evlər, məktəblər, restoranlar, otellər və hətta universitet mərkəzi fəaliyyət göstərir. Yakutsk dünyanın ən soyuq böyük şəhərlərindən hesab olunur. Burada qış aylarında temperatur tez-tez -40 dərəcədən aşağı düşür. Şəhər daimi donmuş torpaq üzərində yerləşdiyinə görə binaların bir çoxu xüsusi beton dayaqlar üzərində tikilir. Əks halda binalardan yayılan istilik torpağı əridə və tikililərin çökməsinə səbəb ola bilər. Şaxtalı havada avtomobillər xüsusi qızdırılan qarajlarda saxlanılır. Açıq havada qalan avtomobillərin mühərrikləri isə bəzən uzun müddət söndürülmür. Buna baxmayaraq, Yakutsk kiçik kənd deyil, burada böyük şəhər həyatı davam edir. Verxoyansk Sibirin ən sərt iqlimə malik yaşayış məntəqələrindən biridir. Burada qeydə alınmış ən aşağı temperatur -67,8 dərəcədir. Maraqlıdır ki, Verxoyansk yalnız soyuğu ilə deyil, temperaturun fərqi ilə də rekordçudur. 2020-ci ildə burada müsbət 38 dərəcə temperatur qeydə alınıb. Yəni, eyni yaşayış məntəqəsində tarixi boyunca -67,8-dən müsbət 38 dərəcəyə qədər temperatur müşahidə olunub. Bu o deməkdir ki, Verxoyansk sakinləri həm inanılmaz dərəcədə soyuq qışlara, həm də gözlənilmədən isti keçə bilən qısa yaylara uyğunlaşmalıdırlar. Siyahının birinci pilləsində dünyanın ən soyuq daimi yaşayış məntəqəsi kimi tanınan Oymyakon yerləşir. Burada rəsmi ölçülən ən aşağı temperaturlardan biri -67,7 dərəcə olub. Qış aylarında -50 dərəcə isə sakinlər üçün qeyri-adi hava hesab edilmir. Belə soyuqda açıq havada metal əşyalara çılpaq əllə toxunmaq təhlükəlidir. Telefon və kameraların bateriyası sürətlə boşalır, mürəkkəb dona, su boruları isə sıradan çıxa bilər. Buna görə bəzi evlərdə tualetlər binadan kənarda yerləşir. Torpaq ilin böyük hissəsində donmuş olduğuna görə əkinçilik də olduqca çətindir. Yerli əhalinin qidalanmasında ət, balıq və heyvan mənşəli məhsullar mühüm yer tutur. Bütün çətinliklərə baxmayaraq, Oymyakonda insanlar doğulur, məktəbə gedir, işləyir və normal həyatlarını davam etdirirlər. Bizim üçün -5 dərəcə belə çox soyuq görünə bilər. Lakin dünyanın bəzi bölgələrində insanlar -40 və hətta -50 dərəcə temperaturda gündəlik həyatlarını davam etdirirlər. Bu məntəqələr göstərir ki, insan bədəni və insan cəmiyyəti ən sərt təbiət şəraitinə belə uyğunlaşa bilər. Bəs siz bu yerlərdən birində bir həftə yaşaya bilərsinizmi?
fikrinizi şərhlərdə yazın və belə maraqlı məlumatlar üçün kanala abunə olmağı unutmayın.